Məsələ 4. X plus 1 bölü x bərabərdir 5 olarsa, x'in üstü 5 plus 1 bölü x'in üstü 5 ifadəsinin qiymətini tapın. Əvvəlcə verilən ifadənin hər iki tərəfini kvadrata yüksəldirik. Bərabərdir 5'in kvadratı. Buradan çıxır ki, x'in kvadratı üstə gəl 2 vuraq birinci ədəd, vuraq ikinci ədəd, ikinci ədədin kvadratı bərabərdir 25'ə. Buradan da aldıq ki, x'lər ixtisar oldu. X kvadrat plus 1 bölü x'in kvadratı. Burada 2 qaldı. 25'dən də 2'sini çıxanda 23. Buna deyək 1 ifadəsi. Və sonra verilən ifadənin hər iki tərəfini kuba yüksəldək. Bildiyiniz kimi A plus B'nin kubu bərabərdir. A kubu üstə gəl 3AB vuraq A plus B. Üstə gəl B'nin kubu. Bu düsturu götürüb tətbiq eləyirik. Buradan alıram ki, x'in kubu üstə gəl 3 vuraq x vuraq 1 bölü x vuraq x plus 1 bölü x üstə gəl 1 bölü x'in kubu bərabərdir 125'ə və buradan tapırıq x kubu üstə gəl 1 bölü x'in kubu. Burada x'lər ixtisar oldu. Bu isə 5'ə bərabərdir. 3 vuraq 5 15 125 çıxaq 15 və tapdım ki, x'in kubu üstə gəl 1 bölü x'in kubu bərabərdir 110'a. Buna da 2 ifadəsi deyək. 1 ilə 2'ni tərəf-tərəfə vuraq. X'in kvadratı üstə gəl 1 bölü x'in kvadratı vuraq x'in kubu üstə gəl 1 bölü x'in kubu bərabərdir 23 vuraq 110. 23 2530. Bu da bərabər elədi 2530. Aldıq ki, bu ifadə verəcək x'in üstü 5 sol tərəf üstə gəl 1 bölü x üstə gəl x vuranda üstə gəl 1 bölü x'in üstü 5 bərabərdir 2530'a. Bu ifadə də 5 olduğundan x'in üstü 5 üstə gəl 1 bölü x'in üstü 5 2530'dan 5'ini çıxanda 2525. Beləliklə sualın cavabı 2525'ə bərabərdir.